Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə Temudan gələn yeni məhsullarımı göstərəcəm. İlk öncə belə bir məhsulla başlayaq. Oğlumun dırnağını pilkalamaqdan ötürü belə bir aparat almışdım. Mən bunun 6 başlıqlısını sifariş etmişdim. Mənə bunun üçlüsünü göndəriblər. Eyb yox, yenə də istifadə etmək olar. Batareyka ilə işləyir. Bu içərisində gördüyünüz başlıqların hərəsi ayına görə dəyişir. Yəni məsəl üçün yerlərini səhv demiş ola bilərəm. Rozov rəng doğulduğu gündən 3 ayına kimi, yasəmən rəng məsəl üçün 3 ayından 6 ayına kimi, yəni belə rənglər bölünür. Yəni istifadə etməyə yararlı məhsuldur. Kim istəsə sifariş edə bilər, məsləhət görürəm. Daha sonra özümə belə bir dəst üzüyü sifariş etmişdim. Bunların hər biri gümüş tərkiblidir. Düzdür, probu yoxdur. Bəzilərində düzdür olur, amma çoxsunda olmur. Bunlar gümüş tərkiblidir. Rəngləri getmir. Mən üzüklərin məsəl üçün içərisində biri xoşuma gəlir. Məcbur olurum komplekt halında sifariş edirəm. Kim istəsə, yəni yenə mən kimi sifariş edə bilər. Bir dənəsi və ya da 2 dənəsi xoşuna gəldiyi halda. Çox gözəl olurlar. Kim istəsə sifariş edə bilər. Daha sonra özümə belə bir rubашka yaxalığı sifariş etmişəm. Məncə çox gözəl görsənir. Məsləhət görürəm, kim istəsə alsın. Rubашkanın varatnikinin uc hissəsinə taxılır. Çox möhtəşəm görsənir. Daha sonra belə bir qaş üçün daraqlı qayçı sifariş etmişdim. Məncə istifadəyə o qədər də yararlı bir məhsul deyil, amma yenə də kim istəsə ala bilər. Daha sonra özümə belə bir lanyard çəkməkdən ötürü pişiklər sifariş etmişdim. Düzdür, bunlar da yararlı bir məhsul deyil, amma görüb yenə də sifariş edirəm. Ən rahatı zalentlərdir. Məncə onlarla lanyard çəkmək çox gözəl, pürüzsüz görsənir. Daha sonra saç üçün belə bir üzüklər sifariş etmişdim. Yəni saç üzüyü deyəndə saçı hörüb, hörüyün aralarına taxılan üzüklər. Hər cürəsi var idi. Mən kəpənəklisini sifariş etmişəm. İçərisində 3 cürdür. Sadə yumru dəmir, yumrun ortasında şarik, bir də kəpənəkli, bir də kəpənəkli zəncirisini sifariş etmişəm. Yəni saçda çox gözəl görsənirlər. Daha sonra belə bir məhsul sifariş etmişəm. Bu da saç zakolkasıdır. Saç yığılır, uzunlamasına taxılan zakolka olur. Başını bir-birinə keçirdirsiniz. Yəni fərqli bir şeydir. Gördüm, sifariş etdim, amma yararsızdır. Mən düz istifadə edə bilmədim, amma kim istəsə ala bilər. Daha sonra övladımın butulkasına belə başlıq almışam. Düzdür, bunlar satışda olmur. Məcbur internetdən sifariş etməli olursan. Çünki lazım olur başlıq yararsız hala düşəndə yenisini istifadə etmək üçün mən də sifariş verdim. Daha sonra belə bir məhsul almışam. Maşının içini işıqlandırmaqdan üçündür. Axşam vaxtı maşının içinə taxanda içində fərqli rənglər yanır. Səhv salmamsa 3 rəngdir. Yaşıl, göy, qırmızıdır. Belə bir rənglər olmalıdır. Yəni fərqlilik olur. Kim istəsə sifariş edə bilər. Daha sonra belə bir məhsul sifariş vermişəm. Demək olar ki, bu məhsulu çox sevdim. Nəyə görə? Çünki bu məhsul həm karaoke kimi istifadə etmək də olur, telefona qoşub mahnıya qulaq asmaq da olur. Yəni əyləncəli bir vaxt keçirməkdən ötürü çox əlverişli məhsuldur. Daha sonra belə bir məhsul sifariş vermişəm. Bu da məsəl üçün həm adaptor istifadə olunan bir məhsuldur, həm də naşirliklər üçün istifadə olunandır. Yəni ortalıqda qarışıqlıq olmasın deyə bir-birinə doluyursunuz. Üstünə knopkalı keçməli bir şeydir. Bundan istifadə edirsiniz. Bunu mən naşirlikə istifadə edirəm, adaptora yox, adaptor üçün başqasını alacağam. Daha sonra belə bir sırğa sifariş etmişəm, təkli, yəni hər qulaqda elə bil qanadın bir tayı görsənir. Taxanda doğrudan çox möhtəşəm görsənir, yəni çox xoşuma gəldi, möhtəşəm məhsuldur. Kim istəsə sifariş etsin. Əslində yazılana görə polad da paslanmayanda, amma dəqiq bilmirəm, onu istifadə edəndən sonra biləcəm. Daha sonra belə bir metrə sifariş vermişəm. O əvvəlki metrələrdən boğaza yığılmışdıq. Demək olar ki, hər dəfə açırdıq, doluyurduq. Adam bezdirirdi, açılırdı, tökülürdü, klokun içinə qoyurduq, nəsə bir şeylər elirdi. Bu yəni çox möhtəşəm məhsuldur. İstifadə edəndən sonra knopkasını basırsınız, yığılı halda durur. Yəni çox yararlı məhsuldur. Daha sonra özümə belə bir göz bandı almışam. İşıq gözümə düşməsin deyə. Xoşuma gəlmir işıqda yatmaq. Bunu taxıram, qəşəng, rahat, qaranlıq olur, yatıram.
Daha sonra fərqli bir rubaşka yaxalığı sifariş etmişəm. Bundan çox xoşum gəldi. Bu da pokerdir. Yəni kartın üstündə olan ürəkdir, o gül oxşayan formasındakı bir şeydir, paxlava formasında olanda ikili sifariş vermişəm. Bunlar ayrı-ayrı gəliblər. Çünki dəstin içində 4-4-dür. Onlar ayrı-ayrı sifariş vermişəm. Yəni bunlar rubaşkada çox gözəl görsənirlər. Kimlər ki belə şeylər xoşlayırsa sifariş verə bilər. Daha sonra saatın zəncirini götürtməkdən ötürü belə bir məhsul gördüm. Görən kimi də aldım. Mənə görə məncə çox əlverişli məhsuldur. Çünki mən saatlar həmişə alanda qoluma böyük olurlar. Balacalatmaq biraz problem olur. Qıyğı iynəsi ilə, nə bilim, nazik uclu dəmirinə tapıramsa, elə bir şeylərlə gödəldirəm. Çox çətin olur, narahat olur. Bu məhsul məncə çox yararlıdır. Kimlər ki mənim kimi belə bir problem yaşayırsa ala bilər. Daha sonra maşın üçün belə bir məhsul almışam. Bu da maşının qapılarına taxmaqdan ötürüdür. Qapısını açanda yerdə işıq görsənir. Qanad formasıdır. Düzdür, fərqli formalar var idi. Mən bunun qanadını seçdim. Bilməm indi orada görsənir yoxsa yox. Məncə çox gözəl görsənir axşam vaxtı. Yəni kimlər ki belə bir məhsul sevirsə ala bilər. Daha sonra fərqli bir göz bandı sifariş etmişəm. Bunları çoxlu sifariş etməyimin səbəbi odur ki, həm görüntü olaraq xoşuma gəlirlər, yəni şirin görsənirlər, həm də ki rezinləri tez boşalır. Ona görə bir məhsul xarab olmamış, yəni rezini zay olmamış, bir digərini istifadə etməkdən ötəri alıb zapas qoyuram ki, əlimin altında olsun. Daha sonra özümə belə bir yay pijaması almışam. Görüntü olaraq pis deyil, amma material olaraq o qədər də xoşuma gəlmədi. Mən buna tam sintetik deyərdim. Bəlkə də tam sintetik də deyil, tərkibində biraz pambıq da var, bilmirəm, amma belə pis deyil, geyinmək olar, yəni yola verir. Yəni kim istəsə sifariş verə bilər, pis məhsul da deyil, yaxşı məhsul da deyil, yəni 50-50-yə deyərdim. Yəni şəkildə göstərildiyi kimi bəzi məhsullar gəlmir, ona görə şəkildə görüb xoşuma gəlir, amma sifariş verəndən sonra görürəm ki, yəni o deyil də. Bu da həmin o məhsullardan biridir. Daha sonra özümə belə bir krasovka sifariş vermişəm. Krasovkadan çox xoşum gəldi. Yəni görüntüsü, materialı hər cəhətdən yəni çox bəyəndim. Yəni kim istəsə sifariş verə bilər. Yəni yenə də deyirəm, Temunun mən ən çox bəyəndiyim məhsulları ayaqqabılar, yəni krasovkalardır, sumkalardır, bir də kabrolardır. Yəni çox bəyəndiyim məhsullardır bunlar. Bunun rozvu rəngi də var idi. Səhv salmıramsa göy, sarı falan belə rənglər də var, amma mən ağ rəng xoşladığıma görə ağ rəngin sifariş vermişəm. Bu günlük də videomuz bu qədər. Sağ olun, salamat qalın.